Oradan yola saldılar bizi, getdik dərinliyə. Erməni bilirdi biz gəlirik. Onun kadrlarını da qoymuşdular. Videosu var onun. Ermənilər öz kadrlarına qoyublar. Biz gəlirik, 3-3-5-5 keçirik həmin yerlərdən. Bizə deyilmişdi ki, orada bir postdur. Amma gəldi ərazidə baxdıq ki, sekret post var orada, gizli post var. Erməni bir mövqeyi var orada. Rəhmətli Vüqar Yusubov əməliyyata başçılığı o eləyir. Vüqar Yusubov dedi ki, bir qrup göndərə, ehtiyat dəstəni göndərin, getsin, yoxlasın. Yoxladı, dəstə hava işıqlaşıda vaxt gedirdi, orada da minalanmış ola bilər, axtarır. İşarə verdilər ki, boşdur post. Post boşdur, ehtiyat yerləşdi, rəhmətli Raqub Orucov. Onlar bir yerdədirlər. Elə bir, bunlar döyüşü idarə edən şəxslərdir. Bunlar ehtiyatın içindədirlər, ehtiyat dəstənin içindədirlər. Biz də baskına giririk. Bunlar bizim, nəsə olsa bu ehtiyat bizə kömək eləyəcək. Bu, belə bir şeydir. Bizə də dedilər ki, artilleriya vuracaq. Məsafə 100 metrdir də, indi biz girəcəyik. Artilleriyanın da piyadalar üçün təhlükəsizlik məsafəsi 400 metrdir, qəlpələrin yayılmanın. Bizə Vüqar Yusubov dedi ki, biz düşən yarğana artilleriya vursun oranı. Artilleriya vursun oranı. Biz düşdük yarğana, artıq gözləyirik ki, artilleriya vuracaq. Çağırırlar, artilleriya cavab vermir. Artilleriya cavab vermir. Hər halda düşmən əlaqələri susturub da, yəni biz belə başa düşürük. Çağırırlar, cavab vermir. Onda bir dənə gördük ki, Kənan Seyidov çıxdı, əlaqə edir ki, diqqətli olun, düşmən bizi mühasirəyə alıb.